Deməli, Azərbaycanda yayılmış suxurlar, Azərbaycan ərazisi cavan Alp Himalay qurşağında yerləşdiyi üçün Azərbaycanda Kaynazoy yaşlı suxurlar daha çox yayılıb. Kaynazoyun 4-cü dövr suxurları ən geniş sahəni tutan suxurlardır. Azərbaycan ərazisində ən qədim suxurlar Paleozoy yaşlı suxurlardır. Paleozoy yaşlı suxurlar kiçik bir ərazidə yayılıb. Əsirçay, Zəyərçay, Tovuz rayonu ərazisində və Sədərək qalxması, bu da Naxçıvanda. Sədərək qalxması Dəryəsi. Mezozoy erasının Trias dövrü suxurları sadəcə Dəryəzi dağları deyilik, orada yayılıb. Yura və Tabaşir dövrü suxurları var. Tabaşir dövrü suxurları orta dağlıq ərazilərdə, orta dağlıq dediyimiz 1000-2000 metr hündürlüklər arası. Yura dövrü suxurları isə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində yayılıb. Kaynazoy erasının Paleogen dövrü suxurları əsasən Böyük və Kiçik Qafqazın alçaq dağlıq ərazisində, yəni 1000 metrə qədər olan ərazilərdə və xüsusilə ən geniş yayıldığı yer Talış dağları və Zəngəzur dağları. Neogen dövrü suxurları Qobustan, Abşeron, Ceyrançöl, Acınoğur və Qusar maili düzənliyində yayılıb. Böyük Qafqazın şimal-şərq hissəsində. Ən geniş yayıldığı yerlər bunlardır. Kaynazoyun 4-cü dövr suxurları, bayaq da dedik, ən geniş yayılmış suxurlar bunlardır. Bütün düzən ərazilər, o cümlədən Qarabağ vulkanik yaylası. Çünki Qarabağ vulkanik yaylasında da 4-cü dövrdə vulkan püskürmələri olub, ona görə 4-cü dövrlər orada da geniş yayılıb.